Mənim 17 yaşım var, ailəmlə dəhşət problemlərim var, düzəlmir ki, düzəlmir, çox baskıcıdırlar. Bax, valideynlər var ki, yəni o doğrudan ən gözəl valideynlər olardı da. Valideynlər var ki, hansılar ki, uşağın yaşı artdıqca anlayır ki, bu yaş dövrdə mən uşağa, tutam 17 yaşında uşağa mən davrana bilmərəm. Mən ona necə 10 yaşında davranırdım, necə ona 10 yaşında qadağalar, qaydalar qoymuşdum. Artıq 17 yaşında ona müəyyən qadağaları, qaydaları artıq qoya bilmərəm. Çünki bu insan böyüyür. Bu insanla artıq yəni ki, aralanmaq yavaş-yavaş lazımdır. Separasiya baş verir. Yavaş-yavaş, xırda-xırda. Valideyn var ki, uşaq 25 yaşına çatıb düşünür ki, ancaq onun sözü ilə oturub durmalıdır, onun istədiyi kimi yaşamalıdır, onun ancaq prinsiplarına uyğun yaşamalıdır. Yəni ki, onu ayrıca bir insan kimi təsəvvür etmir, özünün hələ bir hissəsi kimi. Yəni ki, bu mənə aiddir, mən istədiyim şəkildə yaşamalıdır, dolanmalıdır, hərəkət etməlidir. Yəni, belə valideynlərlə yaşayan uşaqlara əlbəttə çətindir. Burada şəxsi sərhədlərini qorumaq çətindir. Burada istədiyin şəkildə elə bil yaşamağa, başlamağa onlar elə bir imkan elə valideyn vermir də, uşaq bir səhvlər eləsin, uşaq bir yanlışı, düzü, özü bir onların üzərindən biraz təcrübə yığsın. Valideyn çox-çox qorumacı olanda mütləq ki, zəif bir evlad yetişdirəcək. Yəni, mənəvi olaraq bu insan zəif olacaq. O insan təşəbbüsləri get-gedə daha da azalacaq. O insanda inamsızlıq, özünə güvənsizlik olur zamanla. Yəni ki, şəxsiyyət kimi yetkinləşmir də, böyüyür, amma ki, formalaşmır. Yetkin bir insana çevrilmir. Hələ bir haradasa yeniyetmə qalır.